Salam. 22 noyabr güvən sınaqları 5-ci sınağın izahlarına baxaq. Deməli, birinci, iki yarımkürədə yerləşən materiklərin fərqli xüsusiyyətləri. İki yarımkürədə yerləşən materiklər, biri Şimali Amerikadır, biri də Avstraliya. Avstraliya yerləşir cənub-şərq yarımkürəsində, Şimali Amerika isə şimal-qərb yarımkürəsində yerləşir. İndi bunların fərqli xüsusiyyətlərinə baxaq. Qütb gecə gündüzləri müşahidə olunur, əsasən Şimali Amerikada. Bu fərqli xüsusiyyətdir. Sahillərini Sakit Okean suları yuyur. Bu hər ikisinə aiddir. Günəşin zenitdə olma prosesi baş verir. Hər ikisinə aiddir. Şimala doğru havanın orta illik temperaturu azalır. Bu Şimali Amerikaya aiddir. Ərazisində Alp qırışıqlığına aid dağlar yerləşir. Bu da Şimali Amerikaya aiddir. Çünki Avstraliyada qədim dağlardır. Bir də 5-cini götürürük. Tropik siklonlara hər ikisi aiddir. 1, 4, 5. C variantı. Xəritə sxemi əsasən orta illik yağıntıların daha çox düşdüyü əraziləri müəyyən edin. Burada baxırıq ki, ekvator xəttini kəsən ərazilərdə daha çox yağıntıdır. 3-ü götürürük, 4-ü götürürük, bir də 5-i mussonlara görə, musson yağışlarına görə burada yağıntının miqdarı daha çoxdur. Cavab D variantı. Siklon üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Siklon bilir ki, yağıntılı ərazilərə aiddir. Burada cavablara baxırıq ki, deyir, cənub yarımkürə üçün səciyyəvi deyil. Xeyr, cənub yarımkürəsində də siklonlar mövcuddur. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur. Mərkəzində alçaq təzyiqdir. Bu da səhvdir. Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə. Bəli, bu düzdür. Buludluq artır, yağıntı düşür. Atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Bəli, bu da düzdür. Deməli, 3, 4, 5. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Təkrar qırışıqlığa məruz qalan yenidən törəmiş dağlar Altay dağlarıdır. Baxırıq cavablarda 2-də 1-ci bunları çıxdıq, qaldı B ilə C. Qədim dağda Kaledon Hersin dağ əmələ gəlməsində yaranıb. Bu hər ikisinə aiddir. Appalaç dağları isə 2 olacaq, çünki şərq yamacları Atlantik okeanından gələn hava kütlələrinin təsiri ilə yayda bol yağıntı gətirir. Cavab B variantı. 65. Hansı materiklərin ucqar şərq və qərb nöqtələri qərb yarımkürəsində yerləşir? Ümumiyyətlə, qərb yarımkürəsində yerləşən Şimali Amerika və Cənubi Amerikadır. Avrasiyada isə Avrasiyanın şərqi, Dejinyev burnu, 180-ci meridiandan şərqdə yerləşir. Bu da qərb yarımkürəsinə düşür. Ona görə qərbdədir. Bir də qərb nöqtəsi Roka burnu isə Greenwichdən qərb tərəfdədir. Ona görə qərb, Avrasiya bu doğru, sualın doğru cavabıdır. 66. Dekan yaylası Hindistanda yerləşir. Mussonların təsirinə məruz qalır. Bəli. Hindistan ümumiyyətlə platforma sahəsidir. 1-i götürürük. 2. Meksika. Fəal vulkanizm. Burada Koluma, Orizaba, Popocatépetl vulkanları mövcuddur. Geosignal sahəyə aiddir. 2-ni də götürürük. 3-də Anadolu. Şimaldan və cənubdan qədim dağlarla xeyr, cavan dağlarla əhatə olunubdur. Ən uca zirvəsi bunu götürmürük, çünki 1-ci A variantı səhvdir. 4-də Braziliya. Atlantik okeandan gələn hava kütlələrinin təsiri altındadır. Bəli, bu düzdür. Flis faydalı dəmir fezinə görə, bəli, bu da düzdür. 4-ü götürürük. 1, 2, 4. Y variantı. 67. Yazı yaylası Qusar maili düzənliyi Bozdağ silsiləsi. Yazı yaylası 3-dür. Qusar maili 1-cidir. Mingəçevirin cənubunda, 6 isə Bozdağ silsiləsidir. Deməli, 3, 1, 6. Rütubətli əmsalının daha kiçik olduğu ərazilər, yəni quraq ərazilər. Konqo hövzəsini çıxırıq.
Çünki ekvator xəttinin kəsdiyi ərazidir. İkiləri cavablardan çıxırıq, qalır D ilə Y. Orinoco ovalığı şimal subekvatoriala düşür. Cənubi Amerikanın şimalında şimal subekvatorial, çünki burada yağıntı daha çoxdur. Sonra Almaniya Polşa ovalığı bu mülayimdə yerləşir. Burada yağıntı çoxdur. Qalır bircə Y variantı. Qobi, Mesopotamiya, Əhəq qar yaylası. 69. Xətti miqyası göstərilib. Hər 50 metrdən 1 çəkilib. Yəni 1 santimetrdə 50 kilometr. Deyir, yuxarıda verilmiş xətti miqyası əsasən xəritədə 30 dərəcəlik şərq uzunluğu üzrə 5 şimal, 5 cənub. Fərqli yarımküre olduğuna görə toplayırıq. 5, 10, vururuq 111-ə, 1110 kilometr. Bunu gətirib qoyuruq bura. Tənasübümüzü yazırıq. X. 1110-u da 50-yə böləndə 22,2 alınır. Turan ovalığı hansı xüsusiyyətinə görə Kür-Araz ovalığı ilə oxşar deyil? Yəni fərqlidir. A variantı ilə doğru cavabdır. Çünki Turan ovalığı cavan platformada yerləşir Qazaxıstan ərazisində, Kür-Araz isə Azərbaycan ərazisində seismik ərazidə yerləşir. Neft, qaz hər ikisində var. Hər ikisi Avrasiya materikində yerləşir. Hər ikisi ovalıqdır. Hər ikisi materik daxili mövqeyə malikdir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bakıda 21 mart günorta vaxtıdır. Yəni 21 mart günü günəş harda olur? Ekvatorda. Günəş şərqdə çıxır, qərbdə batır. Şimalda yaz fəslidir. Baxırıq cavablara. 130 qərb uzunluğunda gecə yarısıdır. Bəli, bu doğrudur. Niyə? Çünki Bakı 50 şərqdə yerləşir. Burada günortadır. Bunun əksi olan 130 qərbdə gecə yarı olacaq. Çünki ikisinin arasında 12 saat fərq var. Avstraliyada payız fəsli başlayır. Bəli, bu düzdür. Amma burada yanlış verilib. Bunu götürmürük. 150 şərq uzunluğunda günəş batıb. Bəli, Bakıda əgər 21 mart tarixində 50 şərq uzunluğunda günortadırsa, bununla aralarında 150 şərqlə aralarında 6 saatdan artıq fərq var. Burada günəş batır. 3 doğrudur. 50 şərq uzunluğu meridianı boyu bütün nöqtələrdə gecə gündüzün uzunluğu bərabərdir. Bəli, eyni meridian üzərində. Çünki günəş həmin vaxt ekvatordadır. Həm şimalla, həm cənub bərabər işıqlanır. Bu doğrudur, amma qıraqda yanlış verib. Bunu da götürmürük. Şimal qütbünə günəş şüaları 20,5 bucaq altında düşür. Şimal qütbünə yox, şimal qütb dairəsinə. Əgər günəş ekvatorda zenitdədirsə, şimal qütb dairəsinə günəş şüası 20,5 dərəcə bucaqla düşür. Burada da yanlış veribdir. Ona görə cavabı götürürük. Cavab olur 1, 3, 5. B variantı. Mümkün buxarlanma 1200 mm, rütubətli əmsalı 0,4 olarsa, orta illik yağıntıları miqdarını hesablayın. Düsturumuzu qoyaq yerinə, rütubətli əmsalı bərabərdir yağıntının buxarlanmaya olan nisbəti. Rütubətli əmsalı 0,4, mümkün buxarlanma 1200, yağıntını tapırıq. Bir-birinə vuracağıq. 1200-ü 0,4-ə vuranda 480 alınır. Doğru sıraları müəyyən edin. Küləklər. Tornado tropik siklonlardır. Bəli, düzdür. Tayfunlar Mərkəzi Asiyaya aid deyil. Kimi silirik. Passatlar ekvatordan tropiklərə yox, tropikdən ekvatora doğru əsir. 3 yanlışdır. Fön isti quru küləklərdir. Bəli, qışda əsən ziyan verici isti quru küləklərdir. Sirokko İtaliya üçün səciyyəvidir. Bəli, bu düzdür. Səmum daimi küləklər yox. Belə deyək, ərazilər üçün xas olan əsasən Səmum Xəmsim, Ərəbistan
ölkələri üçün məxsusdur. Cavab 1, 4, 5. Aliyut Novu hansı havaların konvergent sərhədində yerləşir? Aliyut Novu əsasən Şimali Amerika ilə Sakit Okean konvergent sərhədində yerləşir. Buzlaq relyef formaları yayıldığı silsilələr əsasən hündürlüyü daha çox olan ərazilərə aiddir. Burada Beşdəsər, Ləngəviz, Niyaldağ, Murovvar siləndə qalır Murov dağından Zəngəzur. Murov dağının hündür zirvəsi 3724 Camış dağdır. Zəngəzurda isə Qapıcıq 3904. Burada buzlaq relyef formaları yayılır. Su erozyon akkumulyativ relyef formaları müəyyən edin. Təknavari dərələr buzlaqdır, ariddir, bedlendirlər, gilli karslar əsasən arid relyef formasıdır. Stratovulkanlar adından da görünür, vulkanikdir. Bircə dənə qalır gətirmə konusu. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Kordiler dağların mərkəz hissəsində yerləşir. Əhatə olunduğu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onu əraziyə buraxmır. İqlim quraq olduğuna bitki örtüyü kasıbdır. Kordilerin əsasən qərb hissəsi, mərkəz, şərq hissəsi var. Qərb, mərkəz, şərq hissəsi. Şərqində əsasən qayalı dağlardır, mezoyaşlıdır. Qərbi seismikdir, kaskad sahil silsiləsidir. Mərkəzində isə Böyük Hövzə, Kolorado platosu, Meksika yaylası. Burada da bizdə cavab bircə dənə verib, Böyük Hövzə. Mehmana və filizçay yataqları üçün ümumi əlamət. A variantı ilə doğrudur, polimetal yataqlardır. Qarabağ silsiləsində yox, biri Böyük Qafqazdadır, biri Kiçik Qafqazdadır. B variantı filizdir, qeyri-filiz deyil, vulkanogen deyil. 79. Doğru fikri müəyyən edin. Baş Qafqaz silsiləsi Baba dağdan cənub-şərqə doğru tədricən yüksəlir. Yüksəlmir, azalır. Talış dağların ən yüksək hissəsi Murovvar deyil. Qəyin incə düzləri Naxçıvan Arazboyu yox, aşağı Arazboyu düzənliklərdir. Naxçıvanın deyil, aşağı Arazboyu düzənliklərdir. Böyük Qafqaz dağları Kiçik Qafqaza nisbətən daha az, yox, daha çox parçalanıbdır. Zəfər zirvəsi Baş Qafqaz silsiləsində yerləşir. Bəli, Bazar düzündən sonra ikinci ən böyük zirvədir. 4301 metr. Avropada yerləşən zirvələri seçin. B variantında Koluma Meksikada vulkanikdir. İlyampu Cənubi Amerikadadır. Koluma Şimali Amerika, Şasta Şimali Amerika. Matterhorn, Qalxapiken, Montblanc. Bu Avropada yerləşir. Gviyana yaylası üçün səciyyəvi deyil. Deməli, Gviyana yaylası əsasən platformadır. Burada aktiv vulkanlar mövcud deyil. On dərəcə temperaturda higrometrin göstəricisi 40%-dirsə, 1 kubmetr havada neçə qram su buxarı var? 10 dərəcədə bilirik ki, 9 qramdır. 9 qram 100%-dir. 40%-ə də x. X də bərabər 3,6. Bizdə mütləq rütubəti soruşduğuna görə elə 3,6-nı götürürük. Dağın ətəyində atmosfer təzyiqi ətəkdə deməli 730 mm, zirvədə isə 530 mm-dir. Zirvədə temperatur müsbət 5 dərəcədir. Ətəkdəki temperaturu soruşur. Əvvəlcə 730-dan 530-u çıxırıq, eləyir 200 mm. Təzyiq hər 10 metrdə 1 mm dəyişir. Deməli 1 mm, 200 mm-də isə x. X də bərabər 2000 metr. Qanuna uyğunluq var ki, 1000 metrdə 6 dərəcə, 2000 metrdə x. X də bərabər 12 dərəcə. Ümumi 12 dərəcədir. Zirvədə 5-dirsə, ətəkdə temperatur yüksək olur. 5 dərəcənin üzərinə də 12 dərəcəni gəlirik, 17 dərəcə. Doğru olmayan ifadələri müəyyən edin. Buludlu havada suqalıq temperatur amplitudu daha kiçik olur. Bəli,
Bu düzdür, amma bunu götürmürük. Bizə doğru olmayanı istəyir. Havanın temperaturu ilə mümkün buxarlanma düz mütənasibdir. Bəli, temperatur artanda mümkün buxarlanma da artır. Qütb enliklərində səthin albedosu çox zəif yox, zəif deyil, çoxdur. Bunu götürürük. Ansiklonun mərkəzində alçaq yox, yüksək təzyiq yaranır. 4-ü də götürürük. Udulan radiasiyanın miqdarı səth örtüyünün xarakterindən asılıdır. Bəli, düzdür, bunu götürmürük. Materikin daxilinə doğru iqlimin kontinentalı artır, azalmır. 6-ını da götürürük. 3, 4, 6. Şimal tropik xətti ilə kəsişən materiklərə aid ümumi xüsusiyyətlər. Mezozoik qırışıqlığına aid ərazilər mövcud deyil, amma mövcuddur. Bunu götürmürük. Passat küləklərin təsirinə məruz qalır. Bəli. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bəli. Neft və təbii qaz yataqları var. Düzdür. 3 yarımkürədə yerləşir. Xeyr, Afrika 4 yarımkürədə, Şimali Amerika isə 2 yarımkürədə yerləşir. Ekvator xətti ilə kəsişir, Şimali Amerika kəsişmir. Cavab olur 2, 3, 4. 87. Uyğunluğu müəyyən edin. Kondensasiya nəticəsində, sublimasiya nəticəsində. Sublimasiya bilirik ki, buzlaq mənşəli. C, deməli, D, B. Aynən Y isə kondensasiyaya aiddir. Situasiyamız. Deməli, A dağları tasvir havaların toqquşma sərhəddində subduksiya zonasında yerləşir. Bu dağlar zəlzələnin tez-tez baş verməsi və vulkanın püskürməsi ilə fərqlənir. Ekvator xətti ilə kəsişən A dağlarında mütləq hündürlüyü 6000 metrdən çox olan zirvələr var. Bu dağ Ant dağlarıdır. Deməli, bu dağlarda nəhəng mis qurşağı yerləşir. Bəli, Çili ərazisində bu yatağın ən böyük adı da Chuquicamata yatağıdır. Bu dağlar bəli, meridianal istiqamətdə yerləşir. Materikin iqliminə də təsiri böyükdür. Çünki Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Bu dağın yerləşdiyi materik də Cənubi Amerika. A dağların yerləşdiyi materik ərazisi yağıntının düşməsinə hansı okeanın rolu daha böyükdür? Daha böyük Atlantik okeanı. Çünki Atlantik okeandan belə materikə daxil olan ərazidə dağlar yoxdur ki, qarşısını alır. Amma Sakit okean tərəfdən gələndə dağ qarşısını alır, gələn hava kütlələrinin qarşısı alınır. Ən quraq ərazisi də Atakama səhrasıdır. Quru tropikdə yerləşir. Burada Peru cəryanı, soyuq Peru cəryanı təsir edir. Ant dağları 2 tavan subduksiya zonasında yerləşir. Bəli, Nazca ilə Cənubi Amerika. Hansı qırışıqlığa aiddir? Alp qırışıqlığına.